Salam olsun herkese. Salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə praktik etmiş olacağıq. Kalkulyator var burada. Bunun JavaScript hissəsini yazacağıq. Fikir versəz mən folder adını da burada 01 sadə yazmışam. Burada da sadə yazmışam. Yəni sadə formada yazacağıq JavaScript kodlarımızı burada. Amma ümumi funksionallıq təbii ki tam formada olacaq. Bir sonraki dərsdə isə biz import eksportu görməyimiz üçün bunu modular formada yazacağıq. Yəni eyni kodları sadəcə modular formada yazmış olacağıq. Sol tərəfi bağlayıram buradan. Baxın, belə bir template var məndə. Sarı, qırmızı rənglərləndir. Siz də istədiyiniz rənglərə bölə bilərsiniz. Baxın, burada Ctrl+B ilə style hissəsindən istədiyiniz CSS özəlliklərini verə bilərsiniz. Mən sadəcə sarı, qırmızını seçdim. Ctrl+B ilə buranı. İndi biz nə edəcəyik? Baxın, burada bizim kalkulyatorumuz var. Deməli, rəqəmlər var burada. Burada clear var, burada delete var. Və burada da operatorlarımız var. İndi belə bir quruluş var burada. Mötərizə falan da əlavə etmək olar. Sonda danışacağam bunun haqqında. Burada da bərabərlik var. Yəni, məsələn, bura klik etdiyimiz zaman 7, 8, məsələn, 78 olacaq, bölünsün, tutalım 2. Bərabər vurduğumuz zaman burada cavab göstərilməlidir bizə. Və ya sıfıra bölmə olduğu zaman burada bizə göstərməlidir ki, sıfıra bölmə olmaz. Və yaxud da ki, formulda səhvlik olduğu zaman, məsələn, 23 yazırıq, vurma yazırıq. Örneğin, 23 yazdıq, bir də vurma yazdıq, bərabərlik vururuq. Bu, yəni, bir hesablama etməyəcək. Ona görə də burada məlumat çıxmalıdır ki, error oldu, nəsə oldu da. Bunun haqqında istifadəçi məlumat verməliyik. İndi bunları da təbii ki, JavaScript hissəsində həll etmiş olacağıq. Bizə buradan lazım olacaq olan, deməli, HTML elementləri nələrdir? Baxın, bu input-u tutmalıyıq biz. Bu hansı ki, burada display-dir və deməli, disable etmişik bunu, yəni yazmaq olmaz. Baxın, disable etmişik, bura bir şey yaza bilməyəcək. Ctrl+KC ilə isə, baxın, itəcək oradan. Bizə bu lazımdır. Deməli, class adı display-dir. Bundan tutacağıq və burada fikir versəz, bütün butonlarda bunların hamısına buton kimi baxa bilərsiniz. Hamısı buton kimi qeyd olunub burada. BTN klassı hamısında var, hamısında. Deməli, query selektor olundan mən bunları tuta bilərəm və onların üzərində dövr falan eləyə bilərəm. Burada ikinci hissədə yazılan, məsələn, BTN 4-dür, 5-dir, 6-dır, nə bilim, burada BTN division var, daha sonra BTN multiply var, minus var, plus var, burada BTN plus var. Bu, deməli, ikinci hissədə olan klassları sadəcə bu dərsimizdə istifadə etməyəcəyik. Bir sonraki dərsimiz üçün nəzərdə tutmuşam həmən klassları. Amma bu dərsdə əlavə etdim, çünki folderi layihəni bu dərsdə yükləyəcəksiniz siz lokala və aktiv eləyəcəksiniz. Bir də növbət dərsdə yükləməyə ehtiyac olmasın. Sadəcə bu belə deyək də JavaScript hissəsini dəyişdirərək istifadə edə bilərsiniz. Bu indi ümumi məlumat bizim layihəmiz haqqında. Elə isə başlayaq. Baxın, bizə lazım olacaq nədir dedik? Bir displeyi tutmalıyıq, buranı, bu ekran hissəsini, screen hissəsini tutmalıyıq. Yəni bu kalkulyatorun ekran hissəsini. Bir də ki, butonları BTN klassı ilə tuta bilərik. Const yazıram bura. Display deyəcəm. Buna mənimsədəcəm. Dokument içərisindən query selector ilə seçəcəyik. Sadəcə query selector olacaq, çünki bir dənə seçirik. Display-dir bunun klassı elə deyil. Və const deyəcəyik, butons deyəcəm cəm formada. Dokument içərisindən query selector onunla seçəcəm bunu, çünki toplu şəkildə gələcək mənə. Burada da deməli biz BTN ilə seçəcəyik. Hətta gəlin konsola yazıb baxaq, display. İlk öncə bunu səhvən vurdum. Display yazaq, Ctrl+S eləyək, buradan da konsolu açaq. Baxın, input-u gətirir bizim üçün. Burada da butonları yazsaq, Ctrl+S eləsək, burada da butonları bizim üçün gətirir. İndeksləmə nömrəsində 0-dan ta ki gətirir hamısını. Baxın, fikir verin. Hamısını buton olaraq tutduq burada. Deməli, bir problem yoxdur. Bu konsolda bağlayaq, hələ ki bizə lazım olmayacaq. Lazım olanda açarıq. İndi biz nə etməliyik? Baxın, bu butonlar üzərində dövr eləyərək bunlara click eventi yazmalıyam mən. Yəni buna klik olunduğu zaman bir şey olacaq da bu butonlara klik olunduğu zaman bir şeylər etmiş olacaq. Ona görə burada butonları seçmişəm, elə deyil. Bu butonların üzərində, butons üzərində for each yazıram. Və burada for each-də təbii ki, arrow function yazacağıq. Arrow function yazdım. Bu butonların hər birini buton olaraq tuta bilərəm də, elə deyil. Yəni nəticədə bu içərisində bu butonları saxlayır. Onda mən burada buton olaraq tuta bilərəm bunları. Buton olaraq tutdum. İndi bunların hər birinə, bu tutulan hər bir butona mən event əlavə edəcəm. Nə eventi? Click eventi. Yəni üzərinə gəlib klik etdiyimiz zaman. Onda yazacağım buton üzərində add event listener metodunu çağıraraq buna yazacağım nə? Click. Və vergül yazıb burada birbaşa arrow function yazacağım da əlavə funksiya yazıb burada çağırmayacağım. Birbaşa burada yazdım. Ctrl+S edirəm. Baxın, məsələn, gəlib əgər mən burada yazsam, CLG deyib butonun text contentini konsola yazsam, fikir verin. 7 vururam, 7 yazıldı. 8, 9, baxın, vurma işarəsi, çıxma, plus. İndi bu D-ni yazsam, bunlar da gəlir bura, amma bunları bu formada istifadə etməyəcək. Bərabərlik vururam, bu da gəlir bura. Nəticədə deməli, eventi düz yazmışıq da, biz hansına klik eləyiriksə, onun üzərində bir proses icra eləyə bilirik. Elə isə gəlin elə bunu, baxın, text contenti, const deyərək value adında
Bir dəyişəni təyin edək. Baxın, buton üzərindən deməli text content alacağıq da biz. Ctrl S edirəm. Yəni bu value üzərində işləyəcəm də hər yerə də buton nöqtə text content yazmaq yerinə sadəcə value yazmış olacam. İndi mən nə etməliyəm? Bu value-ya görə yoxlamalar aparmalıyam. Baxın. Önəmli məsələ nədir burada? Əgər mən bu rəqəmlərə klik eləyirəmsə, baxın buna klik elədim, 7-yə vurdum məsələn. 7 gəlib düşməlidir bu inputa, elə deyil. 8 vurdum, onun ardına o gəlməlidir. Buna vurdumsa o da gəlməlidir bura. Inputda yazılmalıdır da burada görməliyik biz. Amma bu clear-a vurduğum zaman buranı təmizləməliyəm, hamısını təmizləməliyəm. Bu D-yə vurduğum zaman, delete-ə vurduğum zaman buradan tək-tək silməliyəm. Sağdan sola tək-tək silməliyəm. Və ya bərabərliyi vurduğum zaman burada olan formulu hesablayıb burada göstərməliyəm. Onda belə çıxır ki, mən burada müxtəlif if yoxlamaları etməliyəm. Yəni əgər bu klik olunan butonun text contenti C-dirsə, böyük C-dirsə, deməli bunu bura yazmağın mənası yoxdur. Buna fərqli bir funksionallıq verəcəyik. Və ya D-dirsə, buna fərqli bir funksionallıq verəcəyik. Yəni D-yə vuranda bu D-ni bura yazmağın bir mənası yoxdur. Biz nə edəcəyik? Bu D-yə klik olunanda deyəcəyik ki, sağdan sola bir dənə sil. Onu mən etməyəcəm burada, onu sizə F tapşırığı olaraq verəcəm. Amma məsələn, clear-a vurduğumuz zaman bunu yazacağam sizdən. Clear-a vurduğumuz zaman burada olan hamısını siləcəyik sizinlə bərabər. Və yaxud da ki, bərabərliyi vurduğum zaman dediyim kimi burada olan deməli formulu hesablayacağıq. Onda belə çıxır ki, mən burada if yazmalıyam. Baxın, if else yazırıq burada. Mən value-nu yoxlayacağam. Əgər value bərabərdirsə nəyə? Baxın, böyük C-yə. Baxın, text contentdə böyük C gəlir də bunu yazanda. Böyük C-yə bərabərdirsə, onda mən nə edəcəm? Display-in, baxın bu display-in, bu input-dur da elə deyil. Bunun value-su var burada. Display-in value-suna deyəcəm ki, nə ol? Boş string ol. Boş string ol. Bax, indi bunun fərqini burada görməyəcəyik buna klik etdiyimiz zaman. Çünki burada displaydə gərək valuesunda bir şey ola ki, onu yazaq. Məsələn, burada örnək olaraq deyirəm, baxın. Display.value yazıram, buna mənimsədirəm 111. Ctrl S edirəm. Klik olunan zaman olacaq. Məsələn, 1-ə klik eləyək. Burada 111 gəldi bizim üçün, elə deyil. Clear-a vururam, fikir verin. Buranı təmizlədi bizim üçün. Aydındır? Yəni, biz buraya indi digər butonlara klik etdiyimiz zaman bu displayin valuesu burada artacaq da bu formul nədirsə, nə yazırıqsa o gələcək bura. Bu clear-a vurduğumuz zaman oranı təmizləmiş olacaq. Birincini yazdıq artıq. Birinci, deməli, butonumuza funksionallıq yazdıq. Buranı təmizlədi. İndi bir dənə də else if yazmalıyıq. Baxın, else if deyə yoxlayacağıq. Else if yazırıq bura. Aşağıdakı else də qalsın elə ki. Else if-də indi nə yoxlamalıyıq biz? Baxın, bu D-ni yoxlamalıyıq. Elə deyil. Yazıram bura. Value bərabərdirsə əgər nəyə? Böyük D-yə bərabərdirsə, onda nə etməliyik biz? Sağdan sola bir dənə silməliyik. Bunu da mən alert yazıram bura. Bu F tapşırığı olacaq sizin üçün. Bunu siz yazacaqsınız. Çünki artıq keçilən mövzulardan bilirsiniz. Ctrl S edirəm. Baxın, buna klik edirəm homework. Bunu siz yazacaqsınız. Yəni buna klik olunduğu zaman inputda olan, baxın məsələn 111 yazılıb burada. Sağdan sola buna klik olunanda sağdan sola bir dənə silməlidir. Sağdan sola təzədən bir dənə silməlidir. Bunu siz özünüz yazacaqsınız. Sonra bu else if-i də yazdıq. İndi gəlirik bir dənə də else if yazmalıyıq bura. Onu nə üçün yazacağıq? Bərabərlik üçün, elə deyil. Else if yazırıq bura, bir dənə də mötərizə açıram və bu mötərizəni də açıram. Burada artıq yoxlayacağıq nəyi? Value əgər, value, yəni klik olunan butonun text contenti bərabərdirsə nəyə? Bərabərliyə, onda belə çıxır ki, hesablama eləməliyik biz artıq burada. Bu hesablamanı necə eləyəcəyik? Burada da bunu gəlin yazaq bu else hissəsinə. Bu şərtlərin heç biri ödənmirsə, deməli 7-yə, 8-ə bu operatorların hər hansı birinə klik olunub. Elə deyil. Onda mən gəlib yazacağam bura. Display-in value-su, baxın, plus bərabər deyəcəm nəyə? Value. Ctrl S edirəm. Baxın, 7-yə klik edirəm, 7 gəldi bura. 8 vurdum, 9 vurdum. Amma gəlib bura display value-a başqa bir value-nu bərabər eləsəz, 7 yazacaq bura, 8 vuranda 8 yazacaq. Ardıcıl olmayacaq. Mən ona görə burada bunu yazdım da, sanki baxın, display.value plus value. Bunu yazdım da, yəni öz içində nəsə varsa onun üzərinə yazsın. Baxın, hal-hazırda heç bir şey yoxdur. 7-ni yazdı bura. Amma 7 var, 8 vuranda 7-nin üzərinə 8 yazdı. Bölmə yazıram, məsələn 5 yazıram. Vurulsun, nəm 2 yazıram. 2 verin. Bunu yazır bura ardıcıl formada bizim üçün. İndi bunu da qısa yazılışı biz dedik ki, bu formadadır da. Plus bərabərdir. Ctrl S edirəm. Yəni 7, 8, məsələn 78 bölünsün 2. İndi bu bərabərliyə vuranda artıq hesablama etməliyik. Baxın, bunun içərisini burada yazacağıq. Hesablama etməliyik. Yəni buradakı formulu alıb, hesablayıb bura təzədən yazmalıyıq. Burada nə etməliyik ilk öncə? Gəlin biz yoxlayaq ki, görək burada sıfıra bölmə deyilən bir şey var, yoxsa yox. Baxın, 23 bölünsün, məsələn 0. Belə bir yazılış varsa əgər, bu bərabərliyə vuranda hesablamaq istəyəndə avtomatik burada məlumat çıxardaq ki, siz sıfıra bölmə edirsiniz. Yəni sıfıra bölmə yoxdur. Bura text content olaraq onu yazaq. İlk öncə onu yoxlayaq, ondan sonra formulun özünü hesablamağa baxaq. Gəlirəm bu else if-in içərisində bir dənə də if açıram.
Baxın, bir dənə də if açıram. Burada mən regex yazılışı yazacağam bu sıfıra bölünmə ilə. Məsələn, bu formada bir yazılış varsa əgər, deməli hər hansı bir formul içərisində onu çıxartmaq üçün testlə yoxlayanda bizə true və ya false qaytaracaq. Burada indi belə bir şey yazacağam. Baxın. Bunu yazım sizin üçün ilk öncə 0 olacaq, mötərizə açacağıq. Bunu əzbərləməyə ehtiyac yoxdur. Zaten internetdə axtarsanız tapa bilərsiniz. Sual nida yazdıq bura. Daha sonra bir dənə də bunu yazaq, D yazacağıq və bunu bağlayacağıq buradan. Baxın, bunun üzərində testi çağırsam mən və bunun içərisinə artıq, bunun içərisinə display value ki var, onu göndərəcəm. Yəni bu formulu göndərəcəm. Hətta o formulda gəlin burada const deyərək expression olaraq, yəni cümlə olaraq tutaq burada, expression olaraq tutaq, display.value. Da hər yerə display value yazmayaq, expression yazaq. Bunu göndərirəm bunun içərisinə. Expression'ı təbii ki. Expression'ı bunun içərisinə göndərdim. Baxın, indi biz burada nə etdik? Bunu təbii ki mötərizəsini yazaq burada. Əgər bu expression içərisində, yəni məsələn 85 bölünsün 2 vurulsun məsələn 1. Belə bir yazılış var, elə deyil. Burada əgər, baxın belə bir şey olsa 23 bölünsün 0 varsa 23 yazıram, şərtidir o. Bölünsün 0 deyilən bir şey varsa, burada testlə yoxlayanda bu regex yazılış mənə yoxlayır. Expression içərisində, yəni display value-da bura elə deyil, onu da expression-a mənimsətdim. Expression içərisində belə bir yazılış var, yəni bölmə 0 var. Varsa əgər bura mənə true qaytaracaq və bura düşəcək. Baxın, bu if-in içərisinə daxil olacaq. İndi mən burada nə edə bilərəm? Məsələn, try-catch içərisində yazmışıq biz buranı. Yox, try-catch içərisində yazmamışıq. Ona görə də belə bir şey eləyək. Bunu x eləyək buradan. Try-catch-lə yazaq ki, throw-la tuta bilək də. Try-catch içərisində yazıram bu if-i. Baxın, bu bərabərliyin içərisində yazırıq bunu. Buraya yapışdırdım. Buradan mən, yəni keçdiyimiz mövzuları praktika etmək üçün bunları yazıram sizinlə. Error yazıram, baxın. Buraya error yazıram. Və burada mesaj göndərə bilərəm də. Baxın, 0-a bölmə yoxdur. Bunu fırlatdıq. Error olaraq fırlatdıq. Məsələn, 98 bölünsün 0 yazanda indi burada nəticəsini görməyəcəyik. Çünki try içərisində yazmışıq da zaten. Ctrl X eləyib kənarda yazsaq, Ctrl S eləsəm 23 bölünsün 0 bu formada olanda error gəlir bizim üçün. Fikir verirsiniz, error gəlir bu. Mən də bunu try içərisində yazdım ki, idarə edə bilim də bu səhvi. Burada yazdım. İndi bu erroru aşağıda tutacağıq biz. Error olaraq aşağıda tutacağıq, elə deyil. Amma burada başqa bir səhv də ala bilərik biz, onu da göstərəcəm sizə. Hal-hazırda qalsın elə ki burada. Deməli, sıfıra bölmə şərtimizi yoxladıq. Əgər belə bir şey yoxdursa, deməli gəlib mən bunu expression artıq hesablaya bilərəm. Bu hesablamanı evil metodu ilə də, deməli evil funksiyası ilə də eləyə bilərik. Amma math.cs var, kitabxanası. Ondan istifadə etmək daha yaxşı olacaq. Math.cs yazıram bura. cdn yazın. Baxın, bu formada siz də yazın axtarın. Burada cdncs.com bu çıxacaq. İlk çıxana klik eləyin və buradakı, baxın, bu linki götürün, bunu kopya eləyin. Baxın, skripti kopya eləyin. Kopya etdim buradan. Onu gətirəcəyiz sarı. HTML səhifəsində bu skriptin üzərinə yapışdırın. Baxın, skriptdən yuxarıya yapışdırın. Buraya yapışdırın. Ctrl-S eləyirəm ki, biz o math-i istifadə eləyə bilək də, math sinifini istifadə eləyə bilək. Hətta burada, baxın, math.cs evaluate funksiyasına da baxsaq, bunun üzərində. Baxın, burada baxsaz əgər hesablamanı göstərir bizə. Bunun içərisində expression veririk, bu bizə müəyyən cavab qaytaracaq. Baxın, burada müəyyən hesablama veririk, fərqli-fərqli hesablamalar vermək olar. Bu bizə müəyyən cavab qaytarır. Yəni, bu daha yaxşıdır evil funksiyasından yazmaqdansa. Onun üçün də gəlirəm bura, artıq bu if-i keçsə əgər, bura düşməsə, deməli, gəlib hesablaya bilərik də biz bunu. Mən gələcəm, bura nə edəcəm? Const deyirəm, result adında, bir dənə dəyişən təyin edəcəm. Deməli, bunun adı nə idi görək? Funksiyanın adı yadımdan çıxdı, bax. Baxın, buradadır. Evaluate funksiyası. Ctrl-C eləyək. Buraya yapışdıraq. Və bunun içərisinə expression-ı göndərəcək. Bu cümlənin, deməli, formulu göndərəcək. Bunu bizim üçün hesablayacaq. Və result-a mənimsədəcək. Və onu gəlib, sonda result-u gəlib display.value-ya mənimsədə bilərəm. Result-u verəcəm də buna təbii ki. Ctrl-S edirəm. İndi gəlin, məsələn, 78 bölünsün 2-yə. Bərabərdir vurdum. 39 cavabı mənim üçün gəldi bura. Clear eləyirəm, hamısı silinir buradan. 65 məsələn vurulsun 2-yə. Baxın, 130 cavabı gəldi. Clear vururam. Bu D-yə vursaq, dediyim kimi homework çıxacaq. Bunu siz yazacaqsınız. Məsələn, baxın, 23 yazmışam bura, vurulsun 5. Buna vurulduğu zaman 5 silinməlidir buradan. Sonra bir dənə də vurulanda bu bölmə silinməlidir. Bir dənə də vurulanda 3 silinməlidir. Yəni sağdan sola 1-1 silməlidir də. Məsələn, 23-ü böləndə 5-ə, baxın, 4.6 gəlir bizim üçün. Və yaxud da ki, clear eləyirik, 23.5-i 5-dən məsələn çıxırıq
0 0 səhv yazdım. Baxın, tək-tək silmə olmadığı üçün hamısını silməli oldum. 23.5-dən məsələn çıxırıq 0.5-i. Bərabər eləyir. Baxın, 23 cavabını bizim üçün gətirdi. Deməli, normal formada işləyir bura. İndi gəlin burada errorları idarə eləyək də. Biz məsələn 65 bölünsün 0 varsa, baxın heç bir şey göstərmirik biz istifadəçi. Gəlib burada erroru idarə eləyəcəyik. If şərti yazıram yenə burada. Əgər error içərisində biz bilirik ki, mesaj deyilən bir şey var. Baxın, mesaj deyilən bir şey var. Bu əgər bərabərdirsə buna, baxın, 0-a bölmə yoxdur. Buna bərabərdirsə, deməli bu buradan gəlib də bu error. Buradan gəlib, bu 0-a bölmədən gəlib, elə deyil. Onda gəlib bura display nöqtə value-ya deyəcəm ki, yəni burada göstərmək istəyirəm. Value-ya deyəcəm ki, 0-a bölmə olmaz və yaxud da ki, error nöqtə mesajı elə birbaşa bura verə bilərəm. Ctrl S edirəm, error nöqtə mesaj, niyə düzgün işləmədi bu? Error nöqtə, bərabərliyi yazmamış oldu. Error nöqtə mesajı displayin value-suna verilir. Baxın, 85 bölünsün, məsələn 0. Vurdum bura, 0-a bölmə yoxdur, çıxdı bizim üçün bura. İndi bunu silirəm, 23 məsələn bölünsün 5-ə. Baxın, 4.6 bizim üçün gəldi bura. Və 21 plus, nə bilim, 12 ya da 2. 23 cavabı gəldi bizim üçün. Amma 0-a bölmə olanda, məsələn 98 vurulsun 5, üzərinə gəlinsin 2, nə bilim, çıxılsın 4, bölünsün 0. Baxın. 0-a bölmə yoxdur. Bölünsün 0 olduğu üçün 0-a bölmə yoxdur da. Ona görə belə bir nəticə çıxdı bizim üçün. Yəni bu erroru burada tutduq. Əgər bu error gəlmirsə, məsələn, formulda səhvlik varsa, baxın, 25 vurulsun. Məsələn, bu formada yazanda bu formul səhvdir də. Heç bir hesablama olmadı bizim üçün. Burada artıq else yazacağam. Yəni deməli başqa bir error gəlib də mənim üçün. Onda display.value-ya deyəcəm ki, sadəcə error deyirəm məsələn, Ctrl S edirəm. Baxın, 25 vurulsun. Bu formada yazanda error gəldi bizim üçün. Yəni 25, indi bunu silək buradan. Baxın, 25 vurulsun yazanda bu heç bir hesablama etmir də. Bunu hesablama etmək istədiyimiz zaman qarşısını almalıyıq bunu. Ya da ki, burada göstərməliyik ki, errordur. Yəni belə bir hesablama yoxdur. 25-i vurdun, amma nəyə vurdun bilmirik biz. Deməli, burada biz ümumi olaraq nə etdik? Bu butonlara funksionallıq əlavə etdik. Baxın, üzərindən geçsək əgər, butons olaraq bunların hamısını tutduq və bunların üzərində for each yazdım. Hər birini buton olaraq tutdum. Yəni hər birinə özəl olaraq davranmış oldum. Sonra click eventi əlavə etdim. Yəni bunlara klik olunanda value yazdım burada. Butonun text contentini aldım. Baxın, burada da text content olaraq biz vermişik də zaten. Baxın, hər birinə 4, 5, 6 özünə uyğun text content vermişik. Vurma vermişik məsələn burada bu butona və ya çıxma vermişik bu butona. Aydındır? Ona görə də text contenti value-da tuturuq. Sonra gəlirəm o value-ni yoxlayıram mən. Özəl durumlar var da, burada hallar var. Yəni burada C-dir, clear-dir, D-dir, clear-dir, delete, yəni bir tək-tək silməkdir. Burada bərabərlikdir. Bu üç şərti yoxlamalıyam. Qalanları isə normal formula olaraq əlavə olunmalıdır üst-üstə. Value-nu ilk öncə yoxlayıram. Əgər böyük C-dirsə bunun text contenti, baxın bu butonun text contenti böyük C-dir. Buna klik olunubsa, deməli displaydə bir şey varsa onu siləcəyik buradan. Baxın, hətta alert də çıxarda bilərsiniz bir şey olmayanda, amma ona ehtiyac yoxdur. Buna vuranda bu displayi təmizləyir buradan. Sonra else if yazırıq. Əgər bu şərt ödənmədisə, başqa bir şərtə baxırıq. Nəyə baxırıq? Value D-dirsə əgər, baxın D-dirsə əgər, homework yazmışam, buranı siz yazacaqsınız dediyim kimi. Burada, məsələn, bu formada bir şeylər olanda buna vuranda tək-tək buradan sağdan sola doğru silməlidir. Bunu siz yazacaqsınız. Sonra bir dənə də else if yazmışam. Həmən özəl durum nədir? Bərabərlik. Buna vuranda artıq hesablama işi olacaq. Baxın, else if yazmışam bura. Value bərabərdirsə əgər bərabərliyə, onda burada expression olaraq displayin valuesunu tutdum. Və burada yoxlama apardım try catch içərisində. Və bir şey də deyim, bu şərtlərin heç biri ödənmir. Bax, buna da klik etməmişik deyək. Gəlib burada else düşür hər zaman. Displayin valuesunu artırır. Buradan klik etdiyimiz value. Ona görə buna klik olunanda bura baxın yazılır bu şeylər. Aydındır? Çünki bu o şərtlərin heç biri ödənmir. Gəlir bu ən sondakı else düşür. Displayin valuesu nədirsə, onun üzərinə bura klik olunan buttonun valuesunu yazır. Text contentini yazır. Bu value-nu da biz burada baxın lap başda buttonun text contenti etmişik. Ona görə üzərinə yazır. Aydındır? Amma clear-a vuranda gedir hamısını təmizləyir məsələ. İndi gəldik bura əsas məsələ, hesablama hissəsi. Əgər value bərabərliyə bərabərdirsə, baxın bunun text contentinə hətta göstərim burada. Bunun text contentinə görək harda yazmışıq biz onu. D burdadır, bərabərliyi harda yazmışıq. Bu sıralaması burada düzgün yerləşməsi üçün bu formada yazılıb. Vurma burdadır, çıxma burdadır, nöqtə, C plus D, bərabərliyi də burdadır. Baxın ən sondadır. Burada yazmışıq biz bunu. Yəni bunun text contenti bərabərliyidir. Burada da görə bilirsiniz. Deməli, gəlirik hara? Try catch içərisində. Burada expression olaraq displayin valuesunu tutdum. Yəni burada olan formulu tutdum. Bu input içərisində nə yazılıbsa, baxın burada nə yazılıbsa onu tutdum. Və expression'a mənimsətdim. Try catch içərisində yoxlama aparıram ilk öncə. Əgər deyirəm ki, expression, yəni bu displayin valuesunda 0-a bölmə deyilən, bölmə 0 deyilən bir şey varsa, sən error fırlat.
Bu error fırlanacaq. Mesajı nə olacaq? Sıfıra bölmə yoxdur. Fərqli bir mesaj da göndərə bilərsiniz. Həmin error burada tutulur. Baxın, demək, chat hissəsində tutulur. Error mesaj əgər sıfıra bölmə yoxdura bərabərdirsə, deməli buradan gəlib bu mesajı mən deyirəm. Ona görə displeyin valuesuna bu error mesajı verirəm və ya başqa bir mesaj da yaza bilərsiniz bura. Məsələn, sıfıra bölməyinə səhv iş gördüm, nəsə bir şey yaza bilərsiniz də bura. Amma mən error mesajı birbaşa verdim bura. Else yazmışam. İndi else hissəsində də başqa bir error çıxarsa, hər hansı bir error çıxarsa bu hesablama zamanı, yəni mat deməli kitabxanasında istifadə etdiyimiz zaman burada bir error çıxarsa, onu da burada yazırıq. Baxın, display.value'da sadəcə error yazırıq. Səhv formul veriləndə və s. İndi burada nə edirəm? Əgər bu if-i keçdisə, deməli burada sıfıra bölmə deyilən bir şey yoxdur. Onda gəlir bura. Result-da nəyi tuturam mən? Matlə hesablayıram bu expression-i, yəni bu formulu hesablayıram. Onun nəticəsi result-da tutulur və displayin valuesuna result mənimsədirəm. Yəni hesablama prosesini bura mənimsətmiş oluram. Aydındır? Bu da belə. Yəni burada bu formada yazdıq. Təbii ki, bu mat kitabxanasında buradan CDN olaraq əlavə etmək lazımdır bura. Dediyim kimi hardan axtara bilərsiniz. Bunun haqqında maraqlana bilərsiniz. Çox yaxşı kitabxanadır. NPM-lə də yükləyib istifadə eləmək olur, amma NPM keçməmişik biz hələ. Ona görə bu formada yazdıq. Amma NPM-i inşallah əks keçəndə istifadə eləyəcəm sizinlə. Bu belə, deməli kalkulyator yazdıq sizinlə. Məsələn, bura başqa batınlar əlavə eləyə bilərsiniz. Mötərizə əlavə eləyə bilərsiniz. Bir dənə sol mötərizə burada batın kimi olar, bir dənə də sağ mötərizə burada batın kimi ola bilər. Ona da klik olun. Məsələn, 23 mötərizə yazarsınız. Tutalım ki, 5 üzərinə gəlsin, neçə bölünsün ya da 2 bu formada bir şeylər yazarsınız, hesablayacaq sizin üçün. Yəni bu evaluate funksiyası zaten sizin üçün onu hesablayıb sizə qaytaracaq. Bu belə, burada dediyim kimi sadə formada yazdıq. Bir JavaScript faylında bu prosesləri sizinlə yazmış olduq. Amma bir sonraki dərsdə bu kalkulyatoru biz sizinlə modular formada yazacağıq ki, bu import-export keçmişik sizinlə, onun da mənasını görək, onu da istifadə edək. Bu dərsimizdə kalkulyatoru yazmış olduq sadə formada. Növbət dərsdə dediyim kimi yenə praktika eləyəcəyik. Buranı təmizləyəcəyik, buranın hamısını siləcəyik. Təzədən necə yazacağıq? Modular formada yazacağıq. Və olacaq bizim neçənci dərsimiz? Buradan Ctrl-B eləyib baxsaq əgər 101-ci dərsimiz olacaq. Yəni praktika olacaq həmən dərsdə. Dediyim kimi sadəcə modular formada yazmış olacağıq. Növbət dərsdə görüşək.